Cilova gəlmək istəməyən vəhşi at kimi olan Ford Bronco güc və mühacirə sevənlər üçün əla offroaderdır. Rodeoda kovboyun ram etmək istədiyi bu dəli atın ön hissəsində custom poladdan iri bumper, uzun light bar var ki, avtomobildə həm duman işıqlandırması, həm də offroadda rahat işıqlandırma edəcək. Həmçinin nəhəng burada qoşqu yerlər var. Eləcə də zavoddan quraşdırılmış 2 ədəd alt hissədə qoşqu yeri var. Avtomobilin alt hissəsi tamamilə qoruyucu ilə örtülüb. Qırmızı rəngdə Bronco yazısı, avtomobilin ön kamerası kapot çubuğu vasitəsilə dayanır. Onun altında isə 2,7 litrlik V6 mühərrik yatır. Biturbodur, 330 at gücü stok gücüdür, 360 at gücünə qaldırılıb. Avtomobil 80 cm-ə qədər suya girə bilər ki, burada da hava axını var. Həmçinin sonradan custom şnorkeldə quraşdırmaq üçün olduqca rahat yerdə yerləşdirilib. 0-dan 100-ə kimi 7,7 saniyə sürətlənir avtomobil və 10 pilləli avtomat transmisiya ilə təchiz olunub. Burada xüsusi bağlama nöqtələri quraşdırılıb. Avtomobil offroadda olarkən xüsusi troslarla budaqları yarıb keçmək üçün və alın şüşəsini zədələməmək üçün troslar quraşdırıla bilir. Ümumiyyətlə, avtomobilin bir sıra yerində Accessory Rated yazısı görəcəksiniz. Artıq aksesuar bağlama hazır nöqtələrdir. Həmçinin güzgülərin üzərində də yerləşdirilib. Baxın, burada avtomobil antenini də rahat söküb çıxardıb. Başqa bir şeylə də əvəz etmək olar. Bu şəkildə çıxardırsınız, hər hansı başqa aksesuarlar bağlaya bilərsiniz. Və burada hər boltun üzərinə də Bronco yazısı yazılıb. Plastik yan qanadlar iri palçıqlıq, aqressiv dizaynlı XT serisindən yüngül lehimli disklər, 275-60 R20 ölçüdə all-terrain, iri protektorlu offroad təkərlər, Bronco yazısı, alın şüşəsindən Bronco yazısı, avtomobilin ümumiyyətlə ətrafında hər yerdə demək olar ki, Bronco yazısını görəcəyik. Güzgülər görürsünüz ki, avtomobilin gövdəsinə birləşdirilib. Bunun da səbəbi var ki, qapılar buradan çıxardıla bilir. Güzgülərin yan hissəsində görürsünüz diod işıqlandırma var ki, offroadda gecələri nə baş verir avtomobilin yanında onu rahat görəsiniz. Güzgülərdə həmçinin kör nöqtələrə nəzarət, avtomobilə açarsız giriş, həmçinin qapıların bağlanma düyməsi də var. Avtomobilin üzəri sərt tavan deyil, parça tavanda avtomobil kabrioya çevrilə bilir. İçəridən mexaniki yolla hamısını açıb avtomobili rahat kabrioya çevirirsən, yaxud bagiyə çevirirsən qapıları çıxandan sonra. Artıq görürsünüz, hətta arxa yan şüşələr belə burada tündləşdirilib, plastikdir, amma tündür. Yəni onu sonradan tündləşdirməyə ehtiyac olmasın deyənə. 79 litrlik 95 premium benzin tutan Easy Fueling sistemli yanacaq çəni, həmçinin burada Bronco'nun 66-cı ildən bu yana 3 modelinin də xüsusi belə silueti dayanıb. Arxa stop fənərlər full LED-dir və köhnə stilistikaya uyğun keçmiş Bronco modellərini xatırladır. Burada sonradan poladdan offroad bumperlər quraşdırılıb. Ford yazısı avtomobildə çöldə yalnız bir ədəddir, o da arxa bagaj qapısındadır. Bagaj qapısında da eyni ilə açarsız giriş var avtomobilə. Avtomobil ehtiyat təkəri bagaj qapısı üzərinə yerləşdirilib. Onun da belə plastik örtüyü var ki, Amerikan bayrağının simvolikasında qanlı kəllədir. Kameraya baxın, hardadır. Avtomobilin ehtiyat təkərinin ortasından arxa görüntü kamerası çıxır. Arxa stop təkrarlayıcı isə ehtiyat təkərinin üzərinə yerləşir. Bu bizə Jeep Wrangler'dən işarədir. Vəhşi ram olunmaq istəməyən və arxa ayaqları qalxmış Bronco buradadır. Bagaj qapısı bu şəkildə açılır, çox geniş bucaq altında. Və arxa bamperə baxsaq, arxa bamperin üzərində də iri light bar quraşdırılıb. Həmçinin 2 ədəd çox güclü qoşqu yeri var. Avtomobilin öz zavod qoşqusu da buradadır. Əl tutacağından bagaj qapısını açırıq. Elə də ağır bagaj qapısı deyil. Və açılma bucağı çox genişdir. Baxın, hələ gedir. Burada görürsünüz, Accessory Rated deyə yazı var plastik örtüyün altında. Burada da hər hansı bir aksesuar quraşdıra bilərsiniz. Bu örtü içərdən açılıb, xüsusi bağlanma nöqtələri var ki, onlardan açılıb artıq bu tavanı yığışdırmaq olur. Demək, döşəmə parçalı döşəmədir. İçində əlavə bir kiçik yük yeri də var, açar dəstələri buradadır. Qapıları bu açar dəstələri ilə də aça bilərsiniz. Baxın, burada yükləri bərkitmək üçün xüsusi nöqtələr var. Onların üzərində də kovboyun atı ram etmək üçün istifadə etdiyi, fırladaraq belə atdığı ipin işarəsi var. Yəni yükü buradan bərkidə bilərsən. Demək, Bronco'nun tavanı, baxın, burada 2 dənə nöqtə var. Bu şəkildə basmaqla qalxır və yığılır. İndi amma belə sərt şəkillərə vurmaqla bağlanır, amma indi bunun vaxtı deyil, açmaq olmaz. Bagajda subwoofer, işıqlandırma bloku, 12 voltluq elektrik yuvası var. Arxa qapılarda dinamik olmadığından, dinamiklər baxın bura keçirdilib, düz arxa sərnişinlərin başı üzərinə. Offroadda avtomobilin qapıları və tavanı olmayanda, buggy şəklində sürəndə rahat bu səs sistemindən zövq ala biləcəksiniz açıq havada.
Yəni burada yerləşdiriliblər, özü səslənməsi də mükəmməldir. Arxa qapılarda uşaq kilidi mövcuddur. Qapının materiallarına baxaq. Qapının materialı təbii ki, plastik bolluğu var burada. Bu da offroad avtomobili olduğunu bir də işarə verir bizə. Üzərində 2 tonlu rəng işlədilib. Daha doğrusu 3 rəng tonu. Qara, qəhvəyi və gümüşü. Əl tutacaqları iri, sərt əl tutacaqlardır. Üst hissədə salon rənginə uyğun qəhvəyi rəng istifadə olunur və kiçik bir dirsək altlığımız var. Onun üzəri dəridəndir. Yük yeri, torlu yük yeri var. Burada böyük şüşələri yerləşdirib rahat burada saxlaya bilərsiniz. Və lift yazısını görürsünüz. Bu nə üçündür? Avtomobilin qapısını sökərkən deyək ki, artıq söküldü və burada xüsusi bağlama nöqtələrindən elektrik xəttində ayırandan sonra buradan rahat götürmək üçündür. Buradan rahat qaldırırsan və artıq sənə deyir ki, ən rahat hardan götürməlisən ki, belin qırıcı olmasın. Arxa şüşələr tam aşağı düşür. Yəni bütöv olur, şüşə qalmır. Eyni ilə ön qapı şüşəsi də tam düşür. Bunun səbəbi nədir? Avtomobilin qapılarını çıxardandan sonra xüsusi özünün çıxılları var ki, onun içindən keçirdirsən və qoyursan qaraja, bagajdan da yerləşir, bagajdan da yerləşdirə bilərsən. Əl tutacağından tutaraq ayaq altı ayağımızı qoyuruq və arxa oturacağa əyləşirik. Qapı fikir verin necə kip bağlanır. Çox kip bağlanır və şüşə avtomatik qalxır, çünki çərçivəsiz qapılar idi. Ön oturacaqların altında ayaq yer kifayət qədər var, ayaqlarınızı uzadıb əyləşə bilərsiniz. Diz məsafəsi o qədər də çox olmasa, burada heç xüsusi diz məsafəsi lazım deyil. Siz offroad avtomobilindəsiniz. Döşəmədə nisbətən hündürlük var orta hissədə. Bu da offroad avtomobilində normal bir şeydir. Arxa oturacaqlarda komfort lazım olan hər şey var. Deyək ki, 220 volt, USB Type-C şarj nöqtələr və şüşələrin yendirilib qalxması, baxın, bura keçirilib. Çünki bu qapılar da açılıb kənara qoyula bilir, avtomobil tam bagiyə çevrilir və arxa oturacaqları tam şəkildə aşırtmaq olur. Başlıqları düymə vasitəsilə belə əydik və xüsusi nöqtədən arxa oturacaqları endiririk və demək olar ki, düz döşəmə əmələ gəlir və bagaj ərazisini kifayət qədər böyüdə bilirsiniz. Qeyd edim ki, oturacaqların altında da kifayət qədər çox hündürlük var ki, ora əşyalar belə doldurmaq olar. Duna step yazısı yazılıb. Bura nə üçündür? Deyək ki, avtomobilin üstü açıq olan vaxtı bura ayağınızla çıxmamağınız üçün sizə xəbərdarlıq olub ki, bunun üstünə çıxmayın. Ağır offroad şəraitində birdən avtomobilinizin salonuna su, palçıq dəysə, bu oturacaqların üst hissəsini rahat açıb çıxardırsınız, kənarda təmizləyirsiniz və yenidən geyindirirsiniz üstünə. Belə bir rahatçılıq təmin edib Bronco istehsalçısı. Ford ümumiyyətlə Bronconu bildiyiniz konstruktor kimi qurub. Avtomobilin üçün nə istəyirsənsə eləyə bilərsən. Hər yerdə xüsusi accessory ready yazıları görəcəksiniz avtomobilin üzərində ki, artıq aksesuar birləşdirməyə hazır bir yerlərdir ora ki, avtomobildə xüsusi deşmə işləri görmədən bağlamaq yolu ilə nə istəsən quraşdıra bilərsən. İşıqlandırma olsun, salon aksesuarı olsun. Başımın üzərində tavanda orta dirək olmadığından kiçik bir işıqlandırma plafonu var. O yerləşdirilib ancaq arxa dirəyə və onun işığı düşünmürəm ki, burada arxa sərnişinlər üçün lazım olsun. O bura gəlib çatmayacaq yəqin ki. Heç işığa lazım da deyil. Örtük olduqca sərt materialdandır və dözümlü materialdır, brezent materialdır. Su keçirmir içəri, tavan səs verəcək. Bu da normaldır. Qış aylarında nisbətən soyuq ola bilər içəri, amma isidicisi işləyirsə kifayətdir. Qapını açan kimi şüşələr avtomatik aşağı düşür və salondan çıxmaq da bir xüsusi çətinlik törətmir sənə. Artıq zavoddan ilkin istehsal günündən offroad üçün hazırlanmış avtomobil olmağına baxmayaraq Bronco burada Isofix belə yerləşdirilib ki, uşaq oturacaqlarını bura quraşdırıb, uşaqlarınla rahat hara istəyirsən gedə bilərsən. Uşaqlar üçün mütləq şəkildə əyləncəli bir avtomobil olacaq. Çünki tavan açılır, yay aylarında onları dəniz qırağında filan meşə ətrafında rahat gəzdirib uşaqlarla əylənmək olar. Ön qapılar plastik, dəri və rezin qarışımlı bir kombinasiyası var. Qəhvəyi, qara və gümüşü rəng tonları istifadə olunub. Nəhəng bir əl tutacağı, kiçik dirsək altlığı, avtomobilin qapıları bu tərzdə əl dəstəyi ilə açılır və qapıları bloklamaq üçün düyməyə baxın. Necə sərt bir böyük düymələndir. Kiçik torlu yük yeri var və lift yazısı yazılıb nə üçündür? Avtomobilin qapısını rahat söküb çıxartmaq olur. Burada da göstərim sizə. Bu qapağı belə açmaqla elektrik xəttini də ayırırsan, rahat qapını çıxardıb qoyursan kənara. Təhlükəsizlik kəmərini bağlayıb bagi şəklində avtomobili idarə edirsən. İşıqlandırma bloku, əlavə sonradan quraşdırılan light barın idarə etmə düymələri, elektron əyləci,
Avtomobilin pedalları rezindəndir. Multifunksional sükan mövcuddur. Adaptiv cruise control, zoğa nəzarət və sağ tərəfdən isə multimediyanı idarə etməsidir. Demək, sürətlər paneli isə yarı analog, yarı digitaldır. Xüsusi belə ekran var ki, oradan avtomobildə baş verən hadisələri rahat görmək olur. Avtomobilin salonuna əyləşən kimi belə bir salonlama çıxır bu nəhəng ekranda. 12,4 düymlük ekrandır. İşə salaq avtomobili. Apple CarPlay, Android Auto hamısı artıq bura yerləşdirilib və Bang & Olufsen səs sistemi olduqca çox möhtəşəm səslənir. Təsəvvür edək, qapısız gedirsən və ətrafda diskotekadır da sənə görə. Əla səs sistemi var avtomobilin. Sensor ekran kifayət qədər intuitivdir, yəni reaksiyası əladır. Mobil telefonunuzu qoşub rahat idarə edə bilərsiniz. Naviqasiya artıq burada zavoddan var, amma bu dəqiqə onu istifadə edən yoxdur. Sandıqça içi genişdir. Burada hətta onun xüsusi kitabçası var Bronco'nun. Bronco'nun açarı müasir Ford açarlarındandır. Üzərində avtomobilin qapılarının açılıb bağlanması, uzaqdan işə salınma və panika düyməsi. Həmçinin arkada belə Bronco yazısı var. Tam görünmür ona görə ki, avtomobilin açarı hal-hazırda qoruyucu keysdədir. Dəri və alkantar qarışımlı kombinasiyalı oturacaqlardır. Ön oturacaqların yalnız isitməsi mövcuddur. Bu şəkildə Bronco yazısı burada dayanır. Bütün oturacaqlar mexaniki idarə etməlidir. Elektron idarə etmək yoxdur. Nəyə görə? Qapılar çıxardılandan sonra sudan zədə görməsin, yəni elektronika, avtomobilin oturacaqları mexaniki olub. Dirsə altlığımız yumşaq rezin örtülü dirsə altlığı var. Əlavə kiçik belə yük qabı var burada. Dirsə altlığının içi kifayət qədər genişdir və 12 voltluq elektrik yuvası da var burada. Şüşələrin və güzgülərin idarə etmə düymələri sərnişin və sürücünün əl altına yerləşdirilib. 4 şüşə də avtomatik açılıb bağlanır. Güzgülərin idarə etmə bloku görürsünüz burada yerləşdirilib. Üzərinə vurmaqla left and right seçmək olur. Onun üzəri rezin örtü iləndir ki, sudan zədə görməsin. 2 stəkan altlığımız var burada. Əl tutacağı, kifayət qədər sərt bir əl tutacağıdır. Rezin örtü ilə örtülüb. Avtomobilin yürüyüş modlarını, həmçinin off-road rejimlərini idarə etmək üçün düymələr, yürüyüş rejimlərini idarə etmək üçün isə görürsünüz DJ var burada və God Mods yazılıb. Yəni keçid rejimləri deyirlər buna. İndi Amerikanların öz xüsusi deyim tərzləri var. 10 pilləli avtomatik transmisiya dayanıb burada. Üzəri dəri ilə örtülüb transmisiya tutacağının. Həmin o cilavlanmaq istəməyən atın işarəsi, Amerikan bayrağının simvolikası, həmçinin görürsünüz Ford yazısı burada da var. Ford yazısı ümumiyyətlə avtomobildə çox az yerdə var. Ancaq Bronco'nun brendləşməsinə kökləniblər. Demək, burada bu xüsusi plate var ki, avtomobilin ön hissəsinə oxşuyur. Həmin o bağlanma yerləri də avtomobilin ön fənərləri kimi göstərilib. Simsiz şarj, demək USB və Type-C. Burada elektrik yuvası var. Həmçinin avtomobilin klimat kontrolünü idarə etmə bloku, sükanın isidicisi və yan güzgülərin də isidicisi var. Klimat kontrolü qoşarkən görürsünüz burada xüsusi belə ekran açılır. Temperatur rejimini dəyişikdə avtomatik burada göstərir. Söndürmək üçün isə birinci dəfə üzərinə klik etmək kifayətdir. Avtomobilin səs sistemini, multimediyanı idarə etmək üçün düymələr, 360 dərəcə kameranı idarə etmək üçün düymə, start-stop düyməsi və parking radarları aktivləşdirir və deaktiv etmək üçün düymələr yerləşdirilib. Avtomobil start-stopdur. Start-stop düyməsi və onun da forması avtomobilin ön fənərinə oxşuyur. Avtomobilə əyləşmək istəyən sürücü və sərnişin üçün burada da xüsusi əl tutacaqları var. Hava kanallarını idarə etməsi onun arxasında yerləşdirilib. Plastik 2 rəng tonunda olan ön konsol var burada. Üzərində bir sıra düymələr var. Bunlar nələrdir? Avtomobilin körpülərinin bloklanmağı, diferensialların bloklanmağı və qəza işığı. Görürsünüz, onların da üzəri rezindəndir. Bu nəyə görədir? Yenə də suya və palçığa davamlı olmağı üçündür. Ön hissədə isə bizə xüsusi kifayət qədər geniş bir ərazi ayırıblar. Bu nəyə görədir? Deyək ki, bura hər hansı bir aksesuar quraşdırsanız, telefon, GoPro falan, onu bura quraşdırsanız, onun üçün xüsusi burada şarj yeri də var ki, rahat şarj edib işlədə bilərsiniz. Mobil telefon deyək ki, şarj edirsinizsə, onu bura atıb şarj edib gedə bilərsiniz. Bang & Olufsen
Səs sistemi dinamikləri ön hissəyə yerləşdirilib. Başım üzərində airbag yazıları var. Bu nəyə görədir? Avtomobilin tavanı açıldıqdan sonra bizə yenə də yan pərdə yastıqları da belə verilir ki, təhlükəsizlik üçün önəmlidir. Avtomobil yandan qəza keçdəndə avtomatik olaraq yan pərdələr də açılır. Günlüklər tam plastikdir. Üzərində qaraj qapısının açılıb bağlanma düymələri var. Eynək futlyarı, işıqlandırma bloku və tavanı açmaq olduqca asandır. 2C bağlanma nöqtəsi var. Bir nəfər köməyin də olmalıdır ki, onu ötürə biləsən arxaya. Kömək elə, hoppa. Bu şəkildə açılır avtomobil və kabriolet olur. İnsanlar heyrətlə yanaşırlar ki, bu nədir belə getdi. Yəni bu qədər hündürdə həmin an sağa çəkilir ki, qoy bu keçsin, birdən mənə dəyər. Nəyə görə vəhşi at deyirlər? Ümumiyyətlə adından danışaq, Ford Bronco'dan. Bronco Amerikanın çöllüklərində yaşayan vəhşi atlardır. Heç vaxt insanlar onu cilovlaya bilməyib. Bu atın adından da Ford Bronco'nun adı seçilib. Yəni Rodeo'da kovboy görmüsünüz yəqin ki, belə ip atır, həmin atın boynuna salır və onun üstünə minməyə çalışır ki, atı çapmağa başlasın. Ram olmaq istəməyən həmin o vəhşi at, baxın Ford Bronco'dur. Ford Mustang'da siz qaçan atı, sürətli olan atı görəcəksinizsə, Ford Bronco'da bu arxa ayaqları yuxarı qalxmış, vurmaq istəyən atı görəcəksiniz. Əsas məqsəd də elə burada odur ki, Mustang qaçan atdır, Bronco isə güclü, əzələli atdır ki, ram olmaq istəmir. Bu yolsuzluq avtomobili olduqca brutal, əzələli bir görüntüyə malikdir. Adətən Jeep Wranglerlər, baxın bir Wranglerlər gəlir, Jeep Wranglerlərlə müqayisə edirlər. Ancaq Jeep Wranglerdən seçilən tərəfləri olduqca çoxdur. Avtomobili daxil olarkən salamlama effekti var ki, ön monitorda daş qaya parçalarından Bronco yığılır. Yəni qaya, daş heç də vecinə deyil. Bronco'da nələri bəyənib, nələri bəyənməyə bilərsiniz. Ümumiyyətlə dizayn baxımından mənim fikrimcə olduqca mükəmməl işlənib. Yəni nöqtəyə vuruş ediblər dizaynında. Müəyyən aspektlər var ki, biz bir çox lüks offroaderlarda öyrəşdiyimiz komfort özəllikləri burada olmaya bilər. Dəri, salon, hər yerin dəri ilə, alkantara ilə işlənməsi filan burada yoxdur. Nəyə görə yoxdur? Ümumiyyətlə istehsalçı bunu edə bilərdi, amma etməməyinin də xüsusi bir məqsədi var. Bu sırf zavoddan, sıfırdan offroada hazırlanmış, artıq hazır olan stok alırsan və offroada gedə bilərsən. Salonda salon elementləri olduqca sərt və möhkəm, sanki ora betonlanıb yapışdırılıb. Bu tərzdə işlənib. Deyək ki, sükanın özü, konsolun, mərkəzi konsolun plastikdən olmağının xüsusi bir səbəbləri var. Qapı kartlarının plastikdən olmağı xüsusi bir səbəbləri var. O da offroaddan qaydanda palçıqdan təmizləmək olduqca çətin ola bilər. Ona görə avtosalçı düşünüb ki, burada əgər bu offroada hazırlanmış maksimum dərəcədə minimal materiallardan istifadə etmək lazımdır. Amma komfort özəlliklərini qətiyyən unutmayıblar. Müasir dövr üçün komfort özəlliklərinin demək olar ki, hamısı var. 12,4 düymlük monitor, Apple CarPlay, Android Auto, sükan isiticisi, oturacaqların isidilməsi, yan güzgülərin isidilməsi, adaptiv cruise control, say. Yəni komplektasiya özəlliyi çoxdur və xüsusilə də offroaderdə və tavanı açılır. Cabrio kimi istifadə edə bilərsiniz. Daha doğrusu buggy'yə çevrilir bu avtomobil. Qapıları çıxır, tavanı açılır və sən bunu buggy kimi sürürsən. Biz təəssüf ki, bugün offroad şəraitini idarə edə bilmirik və əsl zövqü də elə offroadda alırsan bu avtomobildən. Bu offroad təkərlərlə, bu clearance-lə, bu keçicilik qabiliyyətinin əsl özəlliklərinin gücünü məhz yolsuzluq şəraitində görürsən. Asfalt üzərində çox təəssüf ki, bugün test edirik bu maşını. Sürətlənmə olduqca yaxşıdır. 2 ton yarımdan artıq çəkisi olan bu dərəcədə sürətlənmə etməyi fenomenal bir şeydir. 7,7 saniyə sürətlənir 0-dan 100-ə kimi. 2,7 litrli V6 mühərriki var və qoşa turboludur. Biturbodur. Mənə məsələnin ən maraqlı olan tərəfi odur ki, biz artıq bir neçə saat şəhər daxilində idarə edirik. Ölkəmizdə çox az olmağından ümumiyyətlə bu dərəcədə də həm gözəl, həm brutal şəhər yollarında olmaqda insanlar heyrətlə yanaşırlar ki, bu nədir belə getdi. Deyək ki, hər hansı bir avtomobilin arxasıca gedirsənsə, o həmin an sağa çəkilir ki, qoy bu keçsin, birdən mənə dəyər. Bronco asfalt yollarda dinamik idarə etmək üçün, sürət yığmaq üçün, yaxud döngələrə, sərt döngələrə iti girmək üçün olan bir avtomobildir. Qətiyyən bunu nəzərdən qaçırmayın. Bu offroaderdir. Palçıqda, qarda, buzda, daşda, qumluqda, bataqlıqda oranı cırmaqlayaraq keçə bilər. Artıq elektronika, burada
birbaşa əlinin altında DJ vasitəsilə avtomobilin rejimlərini görə bilirsən, dəyişə bilirsən, diferensialların bloklanması, arxa körpünün bloklanması və s. və s. hər şey yəni əl altındadır. Anidən tez qoşub və davam edə bilərsən yoluna. Bax, sürətlənmənin də kifayət qədər yaxşı eləyir, çox brutal da səsi var. Buradan 100-ə kimi 7,7 saniyə sürətlənmə. Əyləc sistemi düzdür. Əyləc sistemi təbii ki, burada nisbətən zəif ola bilər. Offroad təkərlərin üzərindədir və rama konstruksiyalı avtomobildir. Ona görə bunları qətiyyən unutmamaq lazımdır. Biz güclü, əzələli bir offroaderdayıq. Bronconun iştahından danışsaq, bu ağırlığa, bu təkərlərə və bu sərt qaya parçasından ovulmuş bir dizayna baxsaq, şəhər şəraitində hal-hazırda mən idarə edirəm və dinamik idarə edirəm bayaq. 14,7 litrlik yanacaq sərfiyyatı var 100-ə. 95 premium benzin işlədir. Təbii ki, ekoloji mühərriklərdir. Ona görə 95 premium benzin olmalıdır. Üstəlik də turbo mühərrikdir. Nisbətən külək səsi gələ. Bunun səbəbi nədir? Sərt tavanı yoxdur. Parça tavandır. Prezent tavan deyilər. Kabrio avtomobillər idarə edənlər, yəni mən başa düşərlər. Qış aylarında nisbətən sizə soyuq ola bilər. O da uzaqdan işə salınma funksiyası var. Bunun xüsusi bir özelliyi kifayət qədər də uzaq məsafədən işə salmaq olur. İsidicisi başlayır o dəqiqə işə düşməyə və salon isinir. Oturacaqların isidicisi qoşulur və sükan isidicisi də qoşulur. Bunlara yetər ki, yaddaşa vurmalısınız siz. Videonun əvvəlində xatırlayırsınızsa sizə demişdim ki, həm tavanı, həm də qapıları sökülə bilir. Söküldükdən sonra bu əməlli başlı buggy olur. Bunun da öz bir tarixçəsi var. Broncolar Amerikada xüsusi yarışlar olurdu ki, onlara qatılırdılar. 66-cı ildən Bronco istehsalı var idi. 90-cı illərin sonunda artıq Bronco istehsalı dayanmışdı və 2017-ci ildə artıq Ford elan etdi ki, Bronco'nun istehsalı yenidən başlanır. 21-ci ildə konveyerdən ilk Bronco artıq istehsala çıxdı. Ford şirkəti Bronco'nun istehsal elanını verdikdən sonra artıq yüz minlərlə öncədən sifariş almışdı bu avtomobil üçün. Amerikalılar olduqca çox bəyənildi. Çünki bir tarixi olan modeldir. Və özü haqqında Amerikada, ümumiyyətlə dünyanın bir çox ölkələrində danışdıran bir model olub. Yəni sürətlənməni bir də eləyək. Yəni bu qədər hündürdəsən, bu qədər brutal bir avtomobildə bu tərzdə bir sürətlənmə alırsan, olduqca fenomenal bir hisslər verir maşın sənə. Deyim ki, idarə etməsi çox ləngdir, çox ağır, bunu yığıb yığışdıra bilməyəcəksən, belə bir mövzu yoxdur. Bu təkərə, bu ağırlığa, bu klirensə baxmayaraq, yəni yol tutumu əladır. Qapıları, tavanı açıldıqdan sonra istər qış, palçıq, yaxud da yayda, qumluqda, dəniz kənarında qətiyyən ətraf mühitin o zərərindən ümumiyyətlə çəkinmir. Salonun məhz buna artıq hesablanıb zavoddan. Salon elementləri falan hamısı suya, palçığa, nəmə davamlıdır. Hətta görürsünüz əl altında bir çox yerlərdə rezindir. Burada əl altında düymələrin üzəri rezinlə örtülüb. Bunun da səbəbi odur ki, üzərinə palçıq, su düşəndə elektronika ziyan görməsin. Bronco'nun döşəməsində xüsusi yerlər var ki, birbaşa su təzyiqinin altında yuya bilərsiniz. Su özü axıb töküləcək aşağı, yəni nəm çəkməyindən qətiyyən narahat olmaya bilər. Üzünüzdə təbəssüm yaradacaq bir Bronco. Şəxsən mənim üçün çox pozitiv hisslər verdi. Ki versiz asta təkərlərin səsi gəlir. Offroad sürənlər bilirlər ki, yəni bu təkərin səsinin gəlməməyi mümkün deyil. Belə bir təkərlərlə icad olunmayıb ki, offroad təkərlər olsun və səssiz olsun. All-terrain təkərlərdir, yəni hər növ yol səthində bu təkərlərlə idarə etmək olur. Sonlandırmanı edərkən deyim ki, bəyənmədiyim yeganə bir dənə mövzu var. Çox mənə qəribə gəldi ki, niyə bu tərzdə qurublar? Transmisiya keçid yarpaqları sükan arxasında yoxdur. Avtomatik transmisiyalı avtomobil, qedim ki, mexanikası var, yer gəlmişkən. Transmisiyanın keçidləri əl altındadır və mənfi müsbət olaraq qeyd olunub. Baş barmağınla sən məcbursan ki, hər dəfə mənfi müsbət, yuxarı pillə, aşağı pillə, yuxarı pillə, aşağı pillə olaraq qeyd edəsən. Bu da offroad şəraitində nisbətən sizə çətinlik törədə bilər. Amma bunun üçün hal-hazırda xüsusi işləmlər aparırlar ki, onu sükan arxasına keçirdə bilsinlər.